Bu videoda sizə həyatın hər sahəsində işinizə yarayacaq, amma çoxumuzun qəbul etməkdə çətinlik çəkdiyi 9 güclü həqiqəti təqdim edirəm. Boş motivasiya cümlələrini bir kənara qoyun. Burada danışacaqlarımız tamamilə reallığa və təcrübəyə söykənir. Əmin ola bilərsiniz ki, bu 9 maddəni dərk etmək və həyatınıza tətbiq etmək baxış bucağınızda çox böyük dəyişiklik yaradacaq. Əgər vaxtınızı boş yerə xərcləmək yox, həqiqətən irəli getmək istəyirsinizsə, sona qədər diqqətlə dinləyin. Başlayaq. 1. Problemlərlə birlikdə yaşamaq sənəti. Həyatda hər zaman problemlər olacaq. Fırtınaların bitməyini gözləsəniz, heç vaxt yağışda rəqs edə bilməzsiniz. İllər əvvəl baş verən, sizi yuxusuz qoyan o gərginlik anlarını xatırlayın. İndi onları yadınıza salanda bəlkə də sadəcə gülümsüyür və ya zarafata çevirirsiniz. Deməli, indi yaşadıqlarınız da eyni şəkildə keçib gedəcək. Hər şey müvəqqətidir. Əlbəttə, kədər, əsəb və ya peşmanlıq hisslərini yaşamaq təbiidir, amma o nöqtədə ilişib qalıb bunu həyatın bütününə çevirmək olmaz. Problemlər ilə yaşayarkən, onları həll etməyə çalışarkən nəfəs almağı unutmayın. Məsələn, işdə böyük bir layihə gərginliyi yaşayarkən və ya evdə nəsə problem olanda həyatın dayandığını düşünməyin. O gərginliyin içində belə sevdiyiniz bir qəhvəni içmək üçün 5 dəqiqə ayırın. Açıq havada gəzməyə, idmanınıza yenə də olduğu kimi davam edin. Kədərlə edin, ağrı ilə edin, amma davam edin. Nə baş verirsə versin, bunu bəhanə edib özünüzü tənbəlliyə, zərərli vərdişlərə buraxmaq, dizlərini büküb sızıldamaq acizlikdir. Döyüş həmişə davam edir. Ayağa qalxın və o ağrı ilə birlikdə yeriməyi öyrənin. Unutmayın ki, həyat problemlər həll olunduqdan sonra başlamır. O, elə həmin problemlərin içində axıb gedir. 2. Vərdişlərin hökmranlığı və kimlik inşası. İnsanlar gələcəyini seçmir. Onlar sadəcə hər gün təkrar etdikləri hərəkətləri seçirlər. Vərdişlər isə sonda o gələcəyi onların qarşısına qaçılmaz bir reallıq kimi qoyur. Əgər hər gün saatlarla mənasız videolar izləyib, enerjinizi başqalarının həyatına heyranlıqla baxmağa xərcləyirsinizsə, sonra da mən niyə uğursuzam deyirsinizsə, cavab çox sadədir. O cavab hər səhər aynada baxdığınız insanın seçimlərində gizlənir. Gələcəyiniz bugün etdiyiniz o kiçik, darıxdırıcı və bəzən can sıxıcı görünən işlərin riyazi cəmidir. Cəmiyyətdəki ağıllı insan və ya anadan gəlmə dahi anlayışı böyük bir mifdir. Dünyada sadəcə 2 tip insan var. Bir tərəfdə olmaq istədiyi kimlik üçün hər gün öz vərdişlərini bir memar kimi dizayn edən və səbr edən döyüşçülər, digər tərəfdə isə tənbəlliyinə don geyindirən, bütün günahı kənarda, iqtisadiyyatda, ailəsində və ya şanssızlıqda görən bəhanə ustaları. İradə bir əzələ kimidir. Əgər sən bugün rahatlıqdan imtina edib o əzələni işlətməsən, həyat səni sınağa çəkdiyi çətin günlərdə o iradə səni yarı yolda qoyacaq. Psixoloji cəhətdən hər bir vərdiş əslində öz kimliyin üçün atdığın bir səsvermədir. Hər dəfə kitab oxuyanda mən oxuyan biriyəm, hər dəfə idman edəndə mən nizam-intizamlı biriyəm deyə özünə sübut edirsən. Əksinə, hər dəfə işini təxirə salanda özünə mən sözünü tutmayan biriyəm siqnalını göndərirsən. Kimliyiniz düşündüklərinizdən deyil, ardıcıl olaraq etdiklərinizdən formalaşır. Uğur göydən düşən bir hadisə deyil, hər gün eyni inamla təkrar olunan bir həyat tərzidir. Kim olduğun, nəyi təkrar etdiyindir. 3. Nəzarət edə biləcəyin yeganə 2 şey var: səy və yanaşma. Dünya sənə borclu deyil və kainat sənin arzularına görə istiqamətini dəyişməyəcək. Həyatın ən acı, amma azad edici həqiqəti budur. Sən iqtisadiyyatı, ölkədəki vəziyyəti, havanı, tıxacı və ya insanların sənə olan münasibətini idarə edə bilməzsən. Sənə qarşı edilən haqsızlıqları, arxanca danışılan sözləri və ya gözlənilməz uğursuzluqları dayandırmaq sənin ixtiyarında deyil. Amma bütün bu xaosun içində sarsılmaz qalan 2 qalan var: nə qədər çalışdığın və baş verənlərə necə reaksiya verdiyin. Məsələn, təsəvvür et ki, aylarla hazırlaşdığın bir layihədən imtina edilir və ya gözlədiyin o iş təklifi başqasına verilir. Bu anda dizlərini qucaqlayıb taleyim belədir deyərək ağlamaq uşaq hərəkətidir. Yetkin insan odur ki, qapı üzünə bağlananda divardakı çatları axtarır. Əgər bir uğursuzluq qarşısında barmağınla dünyanı, valideynlərini və ya rəqiblərini göstərirsənsə, sən hələ də öz həyatının idarəsini başqalarına təslim etmisən deməkdir.
Şikayət etmək acizlərin sığınacağıdır. Həqiqi güc hər kəsin çığır-bağır saldığı, hər kəsin günahkar axtardığı o xaosun ortasında səssizcə masanın arxasına keçib işinə davam edə bilməkdir. Sənə atılan daşları toplayıb ya özünə divar hörüb içinə qapanarsan, ya da o daşlardan özünə zirvəyə gedən bir pilləkən düzəldərsən. Gündəlik həyatda kimsə sənə kobudluq edəndə onun səviyyəsinə düşmək, əslində ona sənin emosiyalarını idarə etmək icazəsi verməkdir. Öz üzərində qurduğun hakimiyyət dünyanın sənə qarşı qurduğu bütün tələlərdən daha güclüdür. Sənin ən böyük qələbən xarici dünya yanarkən daxilindəki o soyuqqanlı intizamı qorumaqdır. 4. Başlamağın qəddarlığı mükəmməl vaxt mifini öldürür. Necə başlayacağam? Hələ hazır deyiləm. Biraz da araşdırım. Bu cümlələr əslində daxilindəki qorxunun ən hiyləgər maskalarıdır. Mükəmməl vaxt heç vaxt gəlməyəcək. Nə hava tam istədiyin kimi olacaq, nə iqtisadiyyat tam düzələcək, nə də sən özünü tam hazır hiss edəcəksən. Hazırlıq prosesini sonsuza qədər uzatmaq əslində heç vaxt başlamamaq üçün özünə uydurduğun bir bəhanədir. İnsan üzməyi kitab oxuyaraq deyil, suya atılaraq öyrənir. Sən də hər şeyi masada deyil, sahədə, döyüşün tam ortasında öyrənəcəksən. Təsəvvür et ki, uca bir dağa çıxırsan, hər addımda dayanıb zirvəyə baxıb, görəsən nə qədər qalıb, ora necə çatacam deyə kök götürürsən. O yolu heç vaxt bitirə bilməzsən. Zirvəyə baxmaq sənə ancaq yorğunluq və qorxu verər. Sən zirvəyə deyil, sadəcə növbəti addımına fokuslanmalısan. Ayağının altındakı torpağa bax və irələ. İllərlə kağız üzərində ən mükəmməl biznes planını hazırlayan adam yox, bugün ən sadə, bəlkə də ən səhv addımı atan qalib gəlir. Çünki hərəkət edən adam səhvini düzəldə bilər, amma dayanan adamın düzəldəcəyi heç bir şey yoxdur. İlk videon bərbad olacaq, ilk işin bəlkə də uğursuzluqla nəticələnəcək, ilk layihəndə insanlar sənə güləcək. Qoy olsun, bu öyrənməyin qiymətidir. Bataqlıqdan çıxmağın tək yolu addım atmaqdır. Dayanıb necə çıxım deyə düşünmək sənə sadəcə zaman itkisi və daha çox batmaq gətirər. Bizim o məşhur atalar sözünü heç vaxt unutma. Ağıllı fikirləşincə dəli vurub çayı keçdi. Bəzən həddindən artıq analiz etmək insanı iflic edir. Dəli cəsarəti ilə o çaya girməyincə sahilin o biri tərəfindəki həyatı heç vaxt görə bilməzsən. Bugün, indi əlində olan o yarımçıq imkanlarla başla. Yolun ortasında necə daha yaxşı edəcəyini onsuz da öyrənəcəksən. 5. Məqsədin gücü xoşbəxtlik rahatlıqda deyil, mübarizədədir. Xoşbəxtlik sadəcə əylənmək, içmək, bütün günü divanda uzanıb serial izləmək və ya mənasız söhbətlərlə vaxt öldürmək deyil. Bunlar sadəcə beynini keyitməkdir, ruhunun ac qalmaması üçün ona verdiyin ucuz konfetlərdir. Əsl xoşbəxtlik mənası olan bir yükü çiyinlərinə götürmək və o ağır yükü bütün çətinliklərə rəğmən mənzil başına çatdırmağın verdiyi o daxili qürurdan doğur. Bir məqsədi olmayan insan küləyin əsdiyi tərəfə sovrulan, taleyini təsadüflərə tapşıran qurumuş bir yarpaq kimidir. Ruhun sənə rahatlıq tələb etmir, o sənə məna tələb edir. Sənə səhər yataqdan atəş kimi sıçradacaq, gecə gözünə yuxu getməyəndə səni həyəcanlandıracaq bir səbəb lazımdır. İş yerindən narazısan, müdirindən, iş yoldaşlarından zəhlən gedir, bütün günü onlardan şikayət etmək, ətrafındakılara deyinmək və iş yerindəkiləri söyməklə heç nə dəyişməyəcək. Bu sadəcə sənin enerjini soğuran bir bataqlıqdır. Otur, dərindən fikirləş və özünə bir məqsəd yarad. Artıq yaşım keçib, gec qalmışam kimi cümlələr sadəcə qorxaqların özlərinə uydurduğu yalanlardır. Heç nə üçün, heç vaxt gec deyil. Sən özünə bir hədəf müəyyən edəndə, o hədəfə qəlbən inananda və mən ora mütləq çatacam deyəndə, özündən əmin olanda möcüzə baş verəcək. İndi nifrət etdiyin o iş belə sənə xoş gəlməyə başlayacaq. Niyə? Çünki artıq o iş sənin üçün bir zindan deyil, səni məqsədinə aparan bir pilləkən, bir maliyyə vasitəsidir. Sən artıq ondan bir gün qurtulacağına, öz xəyallarının ağasına çevriləcəyinə 100% əminsən. Bu inam sənin baxışını, duruşunu və enerjini dəyişir. Məqsədi olan adam üçün ən ağır zəhmət belə bir musiqi sədası kimi gəlir. Özünü o yarpaq vəziyyətindən çıxar, həyatının sükanını ələ al və öz mənana doğru kürək çəkməyə başla.
6. Gözləntilərin zəhəri. Heç kim sənə borclu deyil. Dünyanın sənə qarşı ədalətli olmasını, insanların sənə haqq etdiyin dəyəri verməsini gözləmək bir aslanın qəfəsinə girib mən onu yeməmişəm, o da məni yeməz deyə düşünmək kimidir. Bu sadəcə sadəlövhlük deyil. Bu öz xoşbəxtliyini başqalarının insafına tapşırmaqdır. Başqalarından hörmət, sevgi, diqqət və ya dəstək dilənməyi bu gün, bu saniyə dayandırın. İnsanlar təbiəti gərəyi öz mənfəətləri, öz ağrıları və öz daxili dünyaları ilə məşğuldular. Heç kimin vəzifəsi səni xoşbəxt etmək və ya sənin xəyallarını reallaşdırmaq deyil. Həyatın ən güclü düsturu budur. Özündən maksimumu tələb et, başqalarından isə heç nə gözləmə. Əgər sənin birindən sənə kömək etməyini gözləyirsənsə, sən artıq özünü onun qulu etmisən. O köməyə gəlməyəndə isə hisslərin incinəcək, qəlbin qırılacaq və enerjin tükənəcək. Amma heç nə gözləməsən, nə kimsə səni məyus edə bilər, nə də kimsə sənin əhvalını idarə edər. Bu yanaşma səni daxilən sarsılmaz bir qalaya çevirir. Başqalarından gələn hər hansı kiçik bir yaxşılıq, dəstək və ya təbəssüm artıq sənin üçün haqq etdiyin bir borc deyil, gözlənilməz və dəyərli bir hədiyyə çevrilir. Gündəlik həyatda dostunun sənə zəng etməsinə, sevgilinin səni anlamamasına və ya yaxınlarının səni dəstəkləməməsinə üzülürsən, bu kədərin səbəbi onlar deyil, sənin beynində qurduğun "onlar belə etməlidir" ssenarisidir. O ssenarini cır və at. İnsanları olduqları kimi qəbul et və öz yoluna bax. Sənin mənzilə çatmağın başqasının sənə əl uzatmasından asılı olmamalıdır. Öz ayaqları üzərində dayanan, kimsəsiz qalanda belə yoluna davam edən insanı heç bir xəyanət, heç bir etinasızlıq yıxa bilməz. Özünə yetərli olmaq həyatda qazanacağın ən böyük azadlıqdır. 7. Zehnin illüziyaları. Öz başının içindəki canavarları öldür. Gecələr yastığa başını qoyanda səni oyadan, ürəyini sıxan və sanki dünya başına uçacaqmış kimi hiss etdirən o qorxuların 90%-i heç vaxt baş verməyəcək. Beynimiz 1000 illər əvvəl gələn sağ qalma instinkti ilə işləyir. O səni qorumaq üçün hər bir kol xışıltısını bir canavar, hər bir kiçik qeyri-müəyyənliyi isə böyük bir fəlakət kimi qələmə verir. Sən əslində real dünyada deyil, öz zehninin uydurduğu qorxulu ssenarilərin içində əzab çəkirsən. Bir problem yarananda duyğularının səni əsir almasına icazə vermədən dərhal onu analiz et. Bu həqiqətən həyatını təhlükəyə atan bir fəlakətdir, yoxsa sadəcə sənin egonun zədələnməsi, başqaları nə deyər qorxusudur? Problemləri gözündə divləşdirmək, onları həll etməyə mane olan ən böyük divardır. Onlara uzaqdan yox, mikroskop altında bax. Bir dağı bir dəfiyə yerindən tərpədə bilməzsən, amma onun daşlarını bir-bir daşıya bilərsən. Qarşındakı o qaranlıq və böyük görünən problemi kiçik, idarə oluna bilən hissələrə böl və hər birini tək-tək soyuqqanlı şəkildə məhv et. Gündəlik həyatda tutaq ki, borcun var, işində problem yaranıb və ya münasibətlərin pisləşib. Bunları bir yığın kimi üstünə gəlməyinə imkan vermə. Hər birini ayrı-ayrı vərəqə yaz və bugün yalnız birini həll etməyə fokuslan. Seneca dediyi kimi, biz xəyallarımızda reallıqdan daha çox əzab çəkirik. Reallıq əslində sənin qorxularından qat-qat daha sadə və daha rəhimlidir. Səhər açılıb günəş çıxanda, gecədən düşündüyün o canavarların sadəcə bir kölgə olduğunu gördüyün kimi, hərəkətə keçdiyin anda zehninin uydurduğu o illüziyalar duman kimi dağılıb gedəcək. Həyat sənin təsəvvür etdiyin qədər mürəkkəb deyil. Onu mürəkkəbləşdirən sənin hərəkətsiz qalaraq qaranlıqda xəyallar qurmağındır. Qorxunu deyil, məntiqini dinlə və görəcəksən ki, hər bir aşılmaz divarın bir qapısı var. 8. Müstəqillik sənin sərhədindir. Daxili hakimiyyətini qur. Sənin müstəqilliyin sadəcə cibindəki pulla ölçülmür. O, ruhunun başqalarına nə qədər bağlı olması ilə ölçülür. Keçmişində etdiyin o ağır səhvlər, peşmanlıqlar və uğursuzluqlar sənin ayağına bağlanmış bir qandal deyil. Onlar sadəcə baha qiymətə aldığın dərs kitablarıdır. Oxu, öyrən və o səhifəni çevir. Özünü keçmişin məzarlığında bastırmağı dayandır. Sən o vaxtki insan deyilsən, çünki artıq o dərsi keçmisən. Əgər bugün kimsə sənə gəlib, sənin köhnə səhvlərini üzünə vurursa, bu onun xəbisliyidir, sənin kimliyin deyil. İnsanların sənin haqqında nə dediyi,
nə düşündüyü və ya necə etiketlədiyi onların öz kiçik dünyalarının və səviyyələrinin göstəricisidir. Sənin dəyərini başqalarının ağzından çıxan iki cümlə müəyyən edə bilməz. Əgər bir tanışının, bir qohumunun və ya yoldan keçən birinin tənqidi sənin əhvalını korlayırsa, səni bütün gün depressiyaya salırsa, deməli sən hələ də öz həyatının sahibi deyilsən. Sən öz xoşbəxtliyinin pultunu onların əlinə vermisən. Onlar bir düyməyə basır, sən qəzəblənirsən. Başqa bir düyməyə basırlar, sən üzülürsən. Bu azadlıq deyil, bu emosional köləlikdir. İdarəni dərhal ələ al. Sənin daxili sakitliyin başqalarının rəyindən qat-qat daha dəyərlidir. Eyni şey maddiyyata da aiddir. Pulun əsrinə çevrilmə. Bahalı maşınlar, brend geyimlər, nümayişkaranə həyat tərzi ilə başqalarının gözünə girməyə çalışma. Bu sadəcə aşağılıq kompleksinin maskasıdır. Pulu sənin azadlığın üçün çalışan, sənə vaxt qazandıran bir işçiyə çevir. Əgər aldığın əşyalar sənin vaxtını və enerjini oğurlayırsa, deməli sən onlara sahib deyilsən. Onlar sənə sahibdir. Gündəlik həyatda sadələş, daxilən güclən və sərhədlərini çək. Kimsənin sənin ruhuna icazəsiz daxil olmağına və oradakı nizamı pozmasına imkan vermə. Sən öz krallığının həm kralı, həm də keşiyçisisən. 9. Şükür, daxili sərvətini kəşf et. Şükür etmək sadəcə dodaq ucuyla deyilən bir çox sağ ol kəlməsi deyil. O, əlində olanların nəhəng gücünü dərk etmək və reallıqla ən saf şəkildə bağlanmaqdır. Biz çox vaxt uzaqdakı xəyallara, çatmadığımız zirvələrə elə fokuslanırıq ki, ayağımızın altındakı torpağı, damarımızdakı qanı və ağciyərimizdəki nəfəsi unuduruq. Bugün səhər oyananda görən gözlərin, analiz edən beynin və iş görə bilən əllərin varsa, sən artıq bu dünyada milyonlarla insandan bir neçə addım öndəsən. Şükür, əlində olanları kiçik görmək deyil, onları ən böyük silahına çevirməkdir. Gündəlik həyatda niyə mənim o bahalı maşınım yoxdur, niyə evim kiçikdir deyə sızıldayarkən bir anlıq xəstəxana dəhlizlərində bircə dəfə dərindən və ağrısız nəfəs almaq üçün sərvətini verməyə hazır olan insanları düşün. Sənin sıradan dediyin, bəlkə də bezdiyin o stabil günün başqasının ən böyük möcüzəsidir. Sahib olduqlarının dəyərini bilməyən, hər addımda daha çox deyən insan bütün dünyanı qazansa belə ruhundakı o qaranlıq boşluğu heç vaxt doldura bilməyəcək. Çünki acgözlük ruhun ən qaranlıq həbsxanasıdır və o həbsxanada divarlar hər gün biraz daha daralır. Şükür isə o həbsxananın qapısını açan yeganə açardır. O, sənə imkansızlıqlar içində imkan tapmağı öyrədir. Sən əlindəki bir parça çörəyə və ya içdiyin təmiz suya həqiqi bir minnətdarlıqla baxanda zehnin yoxluqdan çıxıb bolluğa köklənir. Bu, pasiv bir razılaşma deyil, bu, mövcud olan resurslarını dərk edib onlarla daha böyük işlər görmək üçün lazım olan enerjini toplamaqdır. Unutma, əlindəkinin qədrini bilməyənə daha çoxu verilməz. Verilsə də o insan heç vaxt doydum deməyəcək. Şükür et ki, ruhun azad olsun, gözün reallığı görsün və qəlbin dincəlsin. Həyat seçimdir. Ya bu həqiqətləri qəbul edib oyunun qaydalarını sən yazacaqsan, ya da bəhanələrin arxasına gizlənib başqalarının yazdığı ssenarini yaşayacaqsan. Qərar sənindir. Bugün bu 9 maddədən hansı sənin üçün vacib idi? Şərhlərdə yaz, müzakirə edək. Növbəti videoda görüşənədək.